Bəli, əziz müsəlmanlar, hər bir müsəlman Allahın dininə dəvət etməyə əlindən gələn qədər dəstək olmalıdır. Və hər bir şəxs bu dəvətdən yan keçməməlidir. Bu dəvət Allah Taala'nın göndərdiyi peyğəmbərlərin başlıca əsas görəvi olmuşdur. Və peyğəmbərlər də insanlara göndərilən, insanlar içərisində seçilmiş ən üstün şəxslər olmuşlar. Bu dəvətə vəsilə olmaq və həmçinin bu dəvətə dəstək olmaq da bir növ Allahın göndərdiyi peyğəmbərlərin qoyub getdiyi o çağırışa, o dəvətə səbəb olmaqdır, vəsilə olmaqdır. Və hər bir müsəlman bunun fərqində olmalıdır. Əgər insan bilməlidir ki, Allahın dininə dəvət etməyə dəstək olursa, elmi ilə və ya əlindən gəldiyi hər bir dəstəklə və bilməlidir ki, bu dəvətə dəstək olmaq da bir növ peyğəmbərlərin qoyub getdiyi bu dəvətə, bu təbliğata səbəb olmaqdır. Dəvət edənin və həmçinin dəvətə hər cür vasitə olanın mükafatını məhz uca Allah özü verəcəkdir. Necə ki, bu barədə Rasulullah sallallahu aleyhi və səlləmdən bir sıra rəvayətlər mövcuddur. Hansı ki, Allah Rəsulu sallallahu aleyhi və səlləm buyurur, kim doğru yola çağırarsa, ona tabi olanların əcirləri qədər əcir qazanar, yəni mükafat qazanar və bu onların əcirindən heç bir şey azaltmaz.